A, 4-2 B, 4-3 A, 4-4 B olacaq. Davam edirəm 5-cidən. Hi Hillary, I live in Brazil with my parents. Mən Braziliyada ailəmlə yaşayıram. I study at home and my online teacher is Mr. Mark. Mən evdə təhsil alıram və mənim onlayn müəllimim Mr. Markdır. I send my homework to my teacher. Mən ev tapşırığımı ona yollayıram. He comes to us once a year if I need his help. O ildə bir dəfə bizim evə gəlir, əgər mənim onun köməyinə ehtiyacım olsa. With love, sevgilərlə Andrew. Cavab olur A variantı. Andrew məlumat verir Hillary'yə onun təhsili haqqında, yəni öz təhsili haqqında Hillary'yə məlumat verir. 6. Dear Peter, I go to International High School in New York. Əziz Peter, mən International High School'a gedirəm New Yorkda. I go to school on foot. On foot ayaq deməkdir. Yəni mən ayağımla məktəbə gedirəm, yəni piyada. Baxın, by bus avtobusla, by car maşınla, by taxi taksi ilə və s. Bu isə on foot, yəni piyada getmək. Mən məktəbə piyada gedirəm. We study English, but I like science. Biz ingilis dili təhsil alırıq, amma mən science sözü deməli Azərbaycanla desək təbiət fənləri, həyat bilgisi, elm fənləri belə gedir. We have a science laboratory. Bizim təbiət laboratoriyamız var, yəni həyat bilgisindən bağlı, biologiyadan bağlı laboratoriyaları var. I like my school very much. Mən məktəbimi çox sevirəm. Danny. Danışan da Danny'dir. Deməli, Danny studies in New York. Danny New Yorkda təhsil alır. Burada ümumiyyətlə mətnin haqqındadır demir. Deyir, ümumiyyətlə doğru variantı seçin. Yəni hansı variant doğrudur? Cavab olur A variantı. 7. Dear Sandra, my sister Tessa and I go to Clifton High School in Bristol. Əziz Sandra, mənim bacım Tessa və mən Clifton High School'a gedirik Bristolda. It's a good place for sport. İdman üçün yaxşı bir yerdir. I usually play tennis after school. Mən adətən məktəbdən sonra tennis oynayıram. I like playing tennis. Mən tennis oynamaq xoşlayıram. My sister and I enjoy studying here. Mənim bacım və mən burada təhsil almaqdan ləzzət alırıq. Bunu deyənsə Alice'dir. Düzgün variantı seçin. Cavab olacaq Y variantı. The sisters continue their education in Bristol. Bacılar davam edirlər təhsillərinə Bristolda. Deməli 5A, 6A, 7Y. Davam edirəm 8-dən. 8-də biz mətn oxuyub tərcümə eləməliyik. Bu hissənin şagirdlər özləri oxuyub tərcümə eləməlidirlər və cavabları ona uyğun seçməlidirlər. Deməli 8-dən davam edirəm. Doğru bəyanatları seçin. Burada cavab olacaq 1-4. It is interesting to look at old photos. Köhnə şəkillərə baxmaq maraqlıdır. Və 4.